O şahid dronları həqiqətən də bu müharibədə əsas halqalardan biri hesab olunurmu? Yəni Ukrayna bunu özü üçün potensial təhlükə hesab edirmi bu İran dronunu? Bilirsiniz ki, İranın tətbiq olunan sanksiyalar məsələsində o qədər həm neft və digər məsələlərə sanksiyalar tətbiq olundu. İran üçün bir pəncərə oldu. Rusiyanın ondan şəhid dronlarını alması. Yadınızdadırsa, o şəhid dronlarını almaqdan ötəri Şoygu 2 səfər elədi. Hətta səfərin birində oradan çıxıb Bakıya da gəlmişdi. Yəni tamaşaçılar da bunu xatırlasın. Şəhid dronlarını indi o deyirik ki, istehsal. İstehsal etməyinə onu İran istehsal edir. Amma Rusiya mühəndisləri onu daha bir yüngül formasına keçiblər və artıq Rusiyanın özündə o şəhid dronlarının, yəni müəlliflər İran mütəxəssisləri olsa da, onu daha yüngül çəkidə və üzr istəyirəm, mühərrik hissəsini də dəyişməklə, çünki o mühərrik hissəsində üzr istəyirəm, belə deyirlər ki, motosiklet belə də mat mühərriklərindən istifadə edilir, yüngül motosiklet. O da səsi çox olur. Onu biraz ruslar dəyişdirib, yüngülləşdirilmiş formaya salırlar. Ona görə də oradan alınan şəhid dronlarının müəyyən üzərində işlər görülür. Ondan sonra yəni ki, hədəf seçilir, gəlir. Yeri gəlmişkən, keçən gün təkcə elə 500 dron və raketdən istifadə ediblər. Amma onu da qeyd edeyim ki, mən Ukrayna mətbuatında da oxudum. Birbaşa Ukrayna Silahlı Qüvvələrinin məlumatda göstərilir ki, bütün atılan kinjal raketlərin hamısı Patriot vasitəsilə vurulubdur. Yəni biri də zərər verməyibdir Ukraynaya. O Patriot raketlərin və Patriot sistemlərinin olmağı çox vacibdir. Çünki Amerika Birləşmiş Ştatlarının istehsalıdır. Onların olması, Patriotların olması Ukraynanın təhlükəsizliyi üçün çox önəm daşıyır. Xüsusilə Kiyevin təhlükəsizliyi üçün xüsusi önəm daşıyır. Bir daha sualınıza qayıdıram ki, Rusif bəy, faktiki olaraq bu biz perspektivdə müharibə dayanmadıqca və bu müharibənin dayanmağı da açıq deyim, gözlənilmir. Bu yay müddətinə heç gözlənilmir. Putinin özünə məxsus planları var, yay kampaniyasını davam etdirmək. Hiss olunur ki, Ukraynada da dayanmayacaq və o birbaşa sualınıza qayıdıram ki, Ukraynanın buna imkanları çatacaqmı? Ukraynanın imkanları çatacaqdır. Əvvələn biləsiniz ki, zamanında 1 milyon dron istehsal edəndə sevinirdilər. 2 milyonu qarşına qoydular, amma indi 10 milyona qaldırırlar dronların istehsalını. Üstəlik Fransa öz dronlarını Ukraynada istehsal etmək, yəni ayrıca zavod tikir, orada istehsal edəcəklər. Bilirsiniz, dronlar çətinliyi, dron istehsal etmək bir o qədər çətin deyil, amma onu idarə etmək məsələsi var. Yəni biz operatorlar həll edir bu məsələləri. Bax, sonuncu deməyək də, 1 iyundakı Pautin əməliyyatında 117 dron vardı. 117 dron hər birini, bu əməliyyat çox vacib əməliyyatda 117 operator idarə edirdi. Yəni hər dronu bir operator idarə edirdi. Bunun üçün də mütəxəssislər hazırlanmalıdır, yerləşdirilməlidir, öyrədilməlidir. Yəqin ki, siz də Avropalıların həmişə o şərhlərində görürsünüz ki, bu və digər məsələlərdə Ukrayna əskərlərinin, zabitlərinin öyrədilməsi, mütəxəssis halına gətirilməsi çox vacib şərtlərdən biridir. Mən hesab edirəm ki, Ukrayna bu istiqamətdə işini davam etdirir.